Euzu billahi ve kefa ve salatu ve selamu ala ibadihillezine istafa hususan ala hatemin efzalihim ve hatemin nebiyyin Muhammedinil emin ve ala alihi ve sahbihi ecma'in ve ba'd. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve nezzelna aleykel kitabe tibyanen li kulli şey ve huden ve rahmeten ve buşra lil muslimin. Biz Cenab-ı Allah'ın Rahman ve Rahim adıyla başlayırıq. Onun bütün nəbilərinə, xüsusilə də Nəbilər Nəbisi, Nəbilərin ən sonuncusu Muhammed Mustafa'ya, onun ailəsinə və onun əshabına cəmiən salavat və salam deyirik. Cenab-ı Hak Kur'an'da buyurur ki: "Ba'de auzu billahi mineşşeytanirracim ve nezzelna aleykel kitabe tibyanen li kulli şey ve huden ve rahmeten ve buşra lil muslimin." Biz size bu kitabı her şeye izah olsun diye gönderdik. Aynı zamanda rahmet, merhamet ve müjde olarak Müslümanlara indirdik. Geçen defeki sohbetlerimizde biz iki Kur'an ayesini orada izah vermeye çalıştık. Her şeyden evvel onu bildirim ki dinlediğiniz zaman hemen kabul etmeyin. Bu benim sizden şəxsi xahişimdir. Hemen kabul etmeyin. Ta ki o vaxta kadar ki araştıracaksınız ve hakkı, həqiqəti emin olduqdan sonra, üzə çıxardıqdan sonra onlarla razılaşa bilərsiniz. Biz hər hansısa bir izah verdiğimiz zaman əvvəla onu deyirik ki doğrusunu Allah bilir. Biz ayələrin zahirinə baxaraq bugünkü günün gedən proseslərlə uyğunlaşdırmağa çalışırıq və oradakı mənaları anlamağa çalışırıq. Çünki Quran bütün dövrlər üçün nazil olmuşdur. Quranın hikməti və bəlağəti bu mövzudadır və öz dövrümüzə gəlib çatdığımız zamanda dünyada gedən çox qəribə bir prosesləri müşahidə elədiyimiz zaman ilk olaraq biz araşdırmanı Qurandan başlayırıq. Məhz Quran bizim araşdırmaq üçün başlanğıc nöqtəmizdir. Quran bizim araşdırmamız üçün son nöqtəmizdir. Eyni zamanda biz dünya elmlərini məsələyə müdaxil edirik və paralel olaraq həm dünyəvi elmləri, həm də Quran-ı Kərimdə bizə verilən məlumatları, Cenab-ı Hakk'ın bizə verdiyi hikmətləri bir araya gətirərək bir ümumi mənzərəyə baxmağa çalışırıq. Bu Mevlana Celaleddinin Müsnevisində bir fildən danışır. Bir qaranlıq gecə vaxtı bir kəndə fil gətirirlər və kənd əhalisi həyatında fil görməyib. Və bunu qaranlıq bir tövləyə salırlar bu fili və kənd əhalisi o qədər bu türklər demişkən məraklı olur ki bu fili görmək üçün bir tövləyə girirlər və fili toxunaraq filin nə olduğunu anlamağa çalışırlar. Toxunduqca bayıra çıxırlar. Ayağına toxunan, filin ayağına toxunan deməli bir sakin deyir ki, fil sütun kimi bir şeydir. Filin belinə əlini sürtən adam deyir ki, yox, sən səhv deyirsən. Fil divar kimi bir şeydir. Filin xortumuna toxunan birisi isə deyir ki, yox, siz səhv deyirsiniz. Fil bir ilan kimi qıvrılan bir şeydir. Filin qulağını dartışdıran adam deyir ki, yox, siz hamınız səhv deyirsiniz. Fil palas kimi, xalça kimi bir şeydir. Həddi zatında bunlar hamısı eyni şeyi danışırlar. Amma məsələyə müxtəlif aspektlərdən baxdıqları üçün bu fil misalı həmən tövləyə işıq gətirib fili tam olaraq bütün parçalarını bir araya gətirən adam həddi zatında fili tam olaraq görmüş olur. Ona görə də bu nöqteyi nəzərdən biz çalışacağıq bugünkü söhbətimizdə bütün parçaları bir araya gətirək və həmən bu fili ayrı-ayrı aspektlərdən müşahidə eləyək və işin həqiqətini, puzzle-ın hissələrini bir araya gətirməklə ümumi mənzərəni müşahidə etmiş olarıq.
Keçən dəfəki girişdə mən qeyd eləmişdim ki, Allah Teala Quranda buyurur ki: "Və haramun ala qaryatin əhləknəha və hum la yerciun." O qəryənin, o bölgənin əhalisi ki, biz oradan çıxartmışdıq, yəni ki, həmən bölgəni məhv etmişdik, əhalini deyil. Bölgəni, onlar ora qayıtmazlar. Çünki oradan çıxarılıblar, onlar və hum la yerciun. Ta vaxta qədər qayıtmazlar ki, Yəcuc və Məcuc, onlar bütün hündürlüklərdən, bütün hədəblərdən, hədəb sözü uklondur, rus dilində uklon deyirlər, əyrilik mənasını verir. Bu məna eyni zamanda, buradan da hədib kəlməsi, qozbel kəlməsi əmələ gəlib. Bütün təpələrdən, təpə kimi anlaşılır, yəni birbaşa tərcümədə, həm də əyriliklər mənasını daşıyır. Çünki biz bilirik ki, o Yəcuc və Məcucun bloklanması Bəynə Sədəfəyn, iki dağ silsiləsinin, iki deməli ki, əyrilik silsiləsinin sədəf kəlməsi. Mən də evdə olmalıdır, indi göstərərəm ekranda sədəfin yəni hərfi tərcümədə nə olduğunu. Bəynə Sədəfəyn, iki sədəfin arasını bu dəmir bloklarla blokladığını və eyni zamanda da həmən dəmir blokların üzərinə mis əridib tökməklə dəmirin və misin, yəni orada körükleyin deyir, həm dəmirin, həm misin əridilmə texnologiyası və bu bir texnoloji bariyerin arxasında qoyduğunu Yəcuc və Məcucu bizə izah eləyir. Deməli ki, keçən dəfəki söhbətlərimizdə biz qeyd elədik ki, dünya plural iki ideoloji sistemə bölündü. İkinci Dünya müharibəsindən sonra həm şərq və həm qərb olaraqdan, deməli ki, həm Asiya, həm Amerika olaraqdan sosialist və kapitalist dünyası United Nations adlı, BMT adlı bir qurumu meydana çıxartdı. Həmən qurum bütün dünyada gedən siyasi belə deyək, proseslərə nəzarət etməyə başladı və həmən o qurum 5 daimi üzvü, hansı ki, 3-ü kapitalist dünyası, 2-si sosialist dünyasını təmsil edirdi. Onlar icazə verdilər ki, İsrail dövləti Fələstin torpaqlarında yaradılsın və bütün Bənu İsrail qövmü oraya köçürülsün. İlk olaraq qaçqınlar olaraq, sonra orada dövlət quruldu, İsrail dövləti və bu planlı şəkildə həyata keçirildi. Deməli ki, Allah-u Teala Quranda deyir ki, onlar ora qayıda bilməzlər, ta o vaxta qədər qayıda. 2000 ildə onlar ora qayıda bilmirlər. Süleyman Əleyhisselamın dövründən Süleyman Əleyhisselamın Qurani Kərimdə duası var ki, məndən sonra bu məmləkəti sonuncu et. Və bu məmləkət ki dağılır və əhali ki oradan çıxarılır, onlar orada turist kimi gəlirdilər, Bənu İsrail, Qüdsə. Amma heç vaxt gəlib özlərinki elan etməmişdilər. 2000 ildir, 2000 ildən çoxdur. Onlar ora deməli ki, iddialıydılar və onlar ora gələ bilmirdilər. Və hum la yerciun deyir Qurani Kərimdə. Onlar ora qayıda bilməyəcəklər. Hətta ta vaxta qədər ki, hətta izə futihat Yəcuc və Məcuc min kulli hədəbin yensilun. Ta vaxta qədər ki, Yəcuc və Məcuc bütün hədəblərdən, yəni hündürlüklərdən deməli ki, nəsillənib artana qədər, yəni ki, söz sahibi olana qədər. Biz görürük ki, Yəcuc və Məcuc məhz dominasiyanı dünyada ələ keçirdikdən sonra onlar üçün şərait yaradacaq ora qayıtmağa və biz də onun şahidi olduq. Deməli ki, BMT təsis olunandan sonra plural ikili dünya deməli ki, ayrıldı və hətta qədim Çin dilində Allah-u Teala nəsib elədi ki, mən Çində təhsil aldım və Çin dilini öyrəndim və mən indi ekranda sizə göstərəcəm. Çin dilində deməli ki, Yəcuc və Məcuc kəlməsi Google Translate-ə giririk. Bu onlayn tərcümə proqramıdır və biz burada deməli ki, Çin dilində daxil eləyirik. Tərcüməsini siz Azərbaycan dilində görürsünüz burada. Və burada biz Asiya və Amerika sözlərini, yəni ki, dünyanın iki qütbünü deməli ki, hansı ki iki siyasi
platforma olaraqdan, iki ideoloji mərkəz olaraqdan dünyanı idarə eləyir və BMT-nin bu iki fundamental ideoloji mərkəzidir. Və biz bunun Çin dilində səslənməsinə baxaq. 亚洲美洲，亚洲美洲。 Və görürsüz ki, bu yəni Çin dilində Asiya dünyanın ən qədim dili olan dillərindən biri olan Çin dilində və bu iki deməli Asiya və Amerika olaraqdan iki qütb Yəcuc və Məcuc kəlmələrinə həddindən artıq çox oxşayır. Yəni Asiya və Amerika olaraq iki qütüblü dünya BMT-ni təsis elədi və BMT eyni zamanda bir qurum olaraqdan şərait yaratdı. Yəni ki, o güc onların əlində olduqdan sonra şərait yaratdı. Orada İsrail dövləti qurulsun və bu da dünya zionizminin yəni ki, əsaslı addımları idi ki, baş verirdi və biz plov yeyib ayran içən zaman, buna reaksiya vermədiyimiz zaman onlar orada dövlət qurdular və bugünkü gün gedən prosesləri də biz izləyirik. Artıq güc İsrailin paytaxtı olmağa doğru gedir və böyük dövlətlər artıq bu fikri dəstəkləyirlər və irəlidəki söhbətlərimizdə bunun axır zaman hədisləri açısından biz görəcəyik ki, həqiqətən də yəni bu proseslərin arxasında nə dayanır? Biz bunu Quran ayələri ilə izah etməyə çalışacağıq. Qeyd elədiyimiz kimi Zülqərneyn əleyhissalam. Bilirsiniz, Zülqərneyn qarn kəlməsi ərəb dilində plural məna daşıyır. Həm onun buynuz mənası var. Eyni zamanda qarn kəlməsi, qərinə kəlməsi də oradan əmələ gəlib. Zaman, epoxa və yaxud da ki bir zaman kəsiyi deməkdir. Zülqərneyn iki zamanlı deməkdir. Yəni iki zamanda mövcud olan deməkdir. Və Zülqərneyn əleyhissalam hansı ki deməli orada iki Bəyn Sədəfəyində iki dağ silsiləsi arasında istifadə elədiyi texnologiya bu Kəhf surəsindədir. Kəhf surəsi 95-ci ayədən başlayaraq artıq deməli ki o dəmir və misin əridilməsi texnologiyası ilə ta 97-98-ci ayələrə qədər o konstruksiya bitir və Zülqərneyn əleyhissalam deyir ki, Yəcuc və Məcuc artıq bu səddi nə deşə bilərlər, nə üstündən keçə bilərlər. Amma bir zaman gələcək ki, Cənab-ı Haqq bu divarı, bu bariyeri, texnoloji bariyeri ortadan qaldıracaq. Yəcuc və Məcuc orada bir-birinə qarışmış bir şəkildə deməli ki, dağılacaqlar ətrafa. Və Əl-Ənbiya surəsində də biz görürük ki, Yəcuc və Məcuc bütün hündürlüklərdən deməli ki, nəsillənirlər, artırlar. Nə idi bu hündürlüklər? Biz öyrəndik ki, bu hündürlüklər bir media idi. İndi gəlin baxaq medianın deməli ki, tarixinə. Mən əvvəldə çəkdiyim bu film misalında, filin ayrı-ayrı hissələrini mən izah eləməyə çalışacağım. Sonra film bütün hissələrini bir araya gətirib ümumi mənzərəni sizə göstərməyə çalışacaq. Medianın tarixinə biz nəzər saldığımız zaman görərik ki, Marconi 1895-ci ildə Guglielmo Marconi ilk dəfə məlumatı simsiz olaraq, yəni ki, rus dilində bespravodnoy ötürmənin yolunu kəşf eləyir və bunu da deməli ki, icad elədiyi aparat 1895-ci ildə, fikir verin, 1895 deməli ki, ilk təcrübəsini aparır və 1897-ci ildə artıq bunu Britaniyanın hökumətinə təqdim eləyir bu icadını və Marconi 1897-ci ildə
deməli ki, Wireless Telegraph and Signal Company şirkətini qurur. İtalyan alimi 1895-ci ildə ilk dəfə elektromaqnit dalğasının məlumatı daşıya bildiyini icad edir. Öz ixtirasını Britaniya hökumətinə təqdim eləyir və 1897-ci ildə artıq 6 kilometr uzunluğa, məsafəyə elektromaqnit dalğası üzərindən, simsiz üzərindən Morze əlifbasının simvollarını göndərə bilir. Bu proses 1895-ci ildən başlayır. 1896-97-ci illərdə deməli ki, simsiz üzərindən, elektromaqnit dalğası üzərindən məlumatlar, simvollar köçürülməyə başlayır. Burada makroni nədən istifadə edirdi? Burada makroni ekranda gördüyünüz, buna ustalar katuşka deyirlər. Dəmir blok, üzərində mis sarğı. Yəni, mis bunun üzərini əhatə eləyir. Mis sarğı buradan cərəyan keçir və beləliklə də burada elektromaqnetik bir sahə yaranır. Və həmən sahə elektromaqnetik dalğanın yaranması üçün fundamental bir, deməli ki, bir fundament rolunu oynayır, bir kərpiçdir. Allah nəsib elədi, mən bu ixtisas olaraq mühəndislik və elektronika təhsilim var idi və telekommunikasiya təhsilinə yiyələndim magistratura olaraqdan və bunun, belə deyək, fizika tərəfini zamanında daha yaxşı araşdırdıq və məlumdur ki, bu katuşka olmadan, yəni bu çox böyük, önəmli bir kəşf idi. Bu kəşfdə imkan verdi ki, simsiz olaraqdan mobil kommunikasiya yaransın. Bütün, deməli ki, elektromagnetic wave-in, yəni bütün elektromagnetik dalğalarının mənbəyi, yəni ki, bu katuşka olmadan bu yaradıla bilməz. Yəni bu fundamental bir, deməli ki, dəmirin üzərində mis. Bax, ayəni xatırlayın, Zülqərneyn əleyhissalam hansı texnologiyadan istifadə edirdi? Dəmir blok üzərinə əridilmiş mis töküldü. Yəni dəmirin və misin əridilməsi və bunun misin dəmirin üzərinə tökülməsi bir texnoloji bizə mesajı idi və bu texnoloji bariyerin arxasında bu fəsad əhli gizlənmişdi. O günkü o texnoloji bariyeri aşacaqdılar. Artıq onlar bütün hündürlüklərə, yəni ki, mediaya sahib olacaqlar. Və beləliklə də 1897-ci ildən, deməli ki, Makroninin bu icadından sonra artıq radio təşəkkül tapmağa başladı. Artıq elektromaqnit dalğası informasiya daşıya bildiyinə görə səsi elektromaqnit dalğasının üzərinə oturdub. Artıq bunu, deməli ki, AM, amplitud modulyasiyası olaraqdan, sonra FM çıxdı, frequency modulation, frekvans modulyasiyası olaraqdan səsi həmən elektromaqnit dalğasının üzərinə ötürüb simsiz olaraqdan radiolar artıq fəaliyyət göstərdi. Radiolardan sonra televiziya ortaya çıxdı. Artıq görüntünü deməli ki, elektromaqnit dalğasının üzərinə oturdub yayırdılar uzaq bir məsafəyə. Televiziyalardan sonra internet, mobil deməli ki, məlumatı simsiz olaraq ötürmə texnologiyalarının vasitəsilə artıq nəsillənməyə başladılar. Yəni bu, deməli ki, bu texnologiyanı aşaraq, bax bu səddi, texnoloji bariyeri, səddi aşaraq, nəsillən və hum min kulli hədəmin, bütün hündürlüklərdən neynədilər? Yənsilun, nəsilləndilər və artmağa başladılar. Və bu, deməli ki, propagandalar həm radio üzərindən aparılmağa başladı, bütün kütlələri idarə eləmək. Ondan sonra televiziyalar üzərindən aparılmağa başladı və Yəcuc və Məcucun boz kütlə yaradıb, onu artırmaq üçün istifadə elədiyi texnologiya, yəni bu texnoloji bariyeri aşaraq, bu texnologiyanı ələ keçirərək, əldə saxlayaraq bu istiqamətdə insanları nəzarət altına almağa hədəflədilər.
və müəyyən qədər də buna bugünkü gündə görürük ki, həmən o qlobalizasiya deməli kontekstində o boz kütlənin yaranması, artırılması və fəsad əhlinin təfəkkür qabiliyyətindən məhrum olan, heç bir şeyə özünə əziyyət verib düşünməyən, bütün vaxtı işləyib kredit ödəyən, banklar üçün bankların quluna,əsirinə çevrilmiş və eyni zamanda da boş vaxtını şouya, əyləncəyə sərf eləyən, içki düşkünlüyü eləyən, müxtəlif narkotik bağlılıq, asılılıq özündə yaradan, ondan sonra heç bir nə dünyəvi, nə axirət hədəfləri olmayan, bütün mənəvi dəyərlərdən məhrum olmuş boz bir kütlə, hansı ki biz bunu təkcə Qərb ölkələrində deyil, eyni zamanda da Şərq ölkələrində də müşahidə edirik və boz kütlə hər yerdə arta-arta daha çox üstünlük təşkil edir və ümumi intellektual kütlənin bu kontekstdə getdikcə azalmasını biz görürük, müşahidə edirik. Bu Yəcuc və Məcuc həmən bu dəmir və misin əridilməsi texnologiyasını, yəni ki, wireless communication-ı əldə etdikdən sonra, həmən o media gücünü əldə etdikdən sonra, əldə elədiyi imkanlarla, apardığı propagandalarla, eyni zamanda yerdə qalan intellektual kütlənin də nəzarəti nöqteyi nəzərdən bir çox iş görür və eyni zamanda sekulyar bir, Allahsız bir dünya düzəni qurmaq üçün kütlələr üzərində də, böyük kütlələr üzərində etkisi olan, söz sahibi olan intellektualların da deməli ki, ateizmə yönəlməsi üçün ciddi bir propaganda aparır. Burada dırnaq arası alimlər ortaya atılır, publisistlər ortaya atılır. Bunlar öz əsərlərində özlərini alim kimi təqdim edirlər. Bunları reklam edirlər genius, yəni ki, çox dahi bir insanlar kimi. Məsələn, bunu Stephen Hawking'in biz misalında görürük ki, bu danışa bilməyən, hərəkət eləyə bilməyən, ancaq bu əlil arabasına məhkum olmuş bir xəstə bir insandır. Və iddia edirdilər ki, o sadəcə bir əzələsini, çənə əzələsini tərpədə bilir, sadəcə bir əzələ ilə. Onu tərpətməyə xüsusi bir maşın güya icad eləmişlər. Həmən maşında o fikirlərini, o əzələni tərpətməklə, o simvolları yazıb, o fikirlərini çatdırırdı. Və onun adından kitablar yazmağa başladılar və o kitablarda qeyd edirdilər ki, dünya öz başına yaranmışdır. Biz növbəti videolarımızda bu Stephen Hawking yalanını üzə çıxaracağıq, Darwinizm yalanını üzə çıxaracağıq. Artıq biz görürük ki, 19-cu əsrin sonlarından, 20-ci əsrin əvvəllərindən başlayaraq bu Marksizm fəlsəfəsi bir sosioloji fundament olaraq şərqdə geniş yayılmağa başladı. Eyni zamanda bunlar Darwinizmi, yəni ki, Allahın bu yaradılışda Allahın heç bir rolu olmadığını, bu yaradılışın özü öz başına meydana gəldiyini 3 əsas prinsip üzərində Darwin izah eləməyə çalışırdı ki, insan təkamül yolu ilə, deməli canlılar, bütün canlılar ortaya çıxıb, burada heç bir şuurun istifadəsi yoxdur. Sırf materializm fundamentində bunu bilərəkdən, yəni ki, bu Yəcuc və Məcucun ortaya çıxması ilə həm şərq və həm qərb olaraqdan bu yeni dünya düzənində Allahsız bir deməli ki, dünya düzəni qurmağı hədəflədilər. Eyni zamanda ruhani qəlbi olan insanları səhnədən uzaqlaşdırmağa çalışdılar. Bunlar bu işin sosioloji tərəfidir. Biz bu növbəti videolarımızda bunların üzərində detallı şəkildə izah verməyə çalışacağıq. Bunlar kimidir, niyə eləyirdilər və hansı hədəfləri güdürdülər. O ki qaldı, deməli ki, Makroninin yanı başında Nikola Tesla həmən o katuşkadan istifadə eləyərək, yəni ki, elektromaqnit sarğıdan istifadə eləyərək dəyişən cərəyan sistemli deməli ki, transformatorları kəşf eləyir və dəyişən cərəyanın, deməli ki, yüksək gərginlikləri, alçaq gərginliyə çevirə biləcək transformatorların akses tərəfdə kəşfi ilə artıq deməli ki,
həm daşıyıcı şəbəkə, həm də paylayıcı elektrik şəbəkələri olaraq elektrikin geniş miqyasda istifadəsinə nail oldu. Yenə də dəmir, onun üzərindəki həmən o mis sarğı vasitəsilə bu da transformatorların fundamentidir. Həmən texnologiya burada istifadə olunur və biz görürük ki, həmən bu texnologiyanı ələ keçirməklə, xüsusilə bu texnologiya Britaniya sahib oldu bu texnologiyaya. Bu texnologiyaya sahib olmaqla artıq ikili, plural bir dünya düzənində bu texnoloji deməli ki, gücün sahiblənərək bütün dünyadakı min kulli hədəbin, bütün hündürlükləri, yəni mediaları ki, oradan broadcast edirdilər, oradan verilişlər yayırdılar, oradan cürbəcür propagandalar yayırdılar, ələ keçirdilər və əllərində saxlamağa nail oldular. Biz ayədən görürük ki, orada bəynə sədəfəyn deyir. Bax, iki dağ silsiləsi kimi tərcümə olunur bu. Amma sədəf mən indi sizə təqdim eləyərəm. Bax, sədəf bax budur. Fikir verirsiniz? Sədəf bax budur. Mən bunu öz əlimlə okeandan çıxartmışam. Hind okeanından. Fikir verirsiniz bunun üzərində. Buradakı dalğalara. Mən indi birazdan sizə təqdim eləyəcəm. Asiloqrafda elektromaqnit dalğasının deməli ki, xüsusiyyətini və bunun ağzına fikir verin. Bu sinusoidal bir deməli ki, dalğa işarəsidir. Sədəfəyn, əyn kəlməsi ümumiyyətlə ərəb dilində işlənilir, bir-birini tamamlayan bir forma nəzərdə tutulur burada. Məsələn, valideyn kəlməsi. Yəni, qadın və kişi bir ailə institutunda birləşirsə, bu ortaya əmələ gələn evlad, evladın sahibləri valideyn adlanır. Yəni, valid və validə olaraq bir-birini tamamlayır. Məsələn, İvanın atası ilə Andreyin anası valideyn adlandırıla bilməz. Çünki əgər bunların ataları və anaları başqadırsa. Yəni, bunlar bir ailə institutunda bir-birini tamamlamırsa. Ona görə də bu sədəfəyn, yəni bir-birini tamamlayan dağ silsiləsi burada göstərilir və bu sinusoidal bir əyridir. Fikir verin. Sinusoidal əyri ümumiyyətlə elektromaqnit dalğasının formasıdır. Və onun biz riyazi düsturundan da görürük ki, sinusoidal bu elektromaqnit dalğası ümumiyyətlə bir elektromaqnit rəqsi deməkdir. Elektrik sahəsində, maqnit sahəsində, maqnit sahəsində, elektrik sahəsində bir rəqs olaraqdan bu sinusoidal, yəni bu əyrilik, hədəb ortaya çıxır. Yəni, kulli hədəbin, yəni ki, bunlar, biz fikir verirsiniz, biz filin bütün parçalarını çalışırıq bir araya gətirib sizə göstərməyə və bu ümumi mənzərəni görmək üçün. Çünki biz bir tərəfdən məsələyə baxdığımız zaman və bunun zahiri, ayənin zahiri mənasına baxdığımız zaman zahiri məna bizə deyir ki, bəli, bir sədd quruldu, səddin arxasında o fəsad törədən qövm qaldı, bir zaman o sədd uçulacaq, o qövm də bütün dünyanı tutacaq. Amma bunun yəni həddi zatında tam olaraqdan biz bu məsələyə baxdığımız zaman, bu dünyada gedən prosesləri məsələnin içərisinə daxil elədiyimiz zaman artıq görürük ki, deməli, burada başqa rakusdan baxdığımız zaman tamamilə başqa mənzərəyə şahid oluruq. Düzdür, ayənin zahiri mənası da var. Əlbəttə ki, o dəmirdən və misdən, yəni orada bir bariyer qurulmuşdu, orada fəsad törədən bir qövm var idi. Amma fikir verin, burada Yəcuc və Məcuc etnik kimlik olaraq təqdim olunmur. İnə Yəcuc və Məcuc mufsidunə fil arz deyir. Bunlar fəsad törədən, yer üzündə fəsad törədən bir qövmdür. Deməli ki, Yəcuc və Məcuc etnik bir kimlik deyil, hər hansısa bir xalq etnik kimlik deyil. Bunlar əməli olaraq Allah-u Teala'nın yer üzündə qoyduğu düzəni pozan, qətil törədən, fəsad törədən, israf eləyən, Allahın əmrlərini, qadağalarını pozan, halalını haram eləyən, haramını halal eləyən bir qövmdən gedir söhbət. Və bu qövmündə deməli, qarşısı fiziki olaraq həmən Sədlə Zülqarneyn əleyhissalam tərəfindən ayrılmışdı. Amma burada ayənin zahiri mənası bunu kəsb etdiyi halda
ayənin başqa bir mənası, biz görürük ki, bu hadisələr bayaqları qeyd elədiyim kimi, deməli ki, 1895-ci ildən başlayaraq, fikir verin rəqəmə, 1895, 1895, yadınıza gəlir, 18-ci surə, Kəhf surəsi, 95-ci ayə. Kəhf surəsinin 95-ci ayəsindən Zülqərneyn əleyhissalam başlayır bu dəmir və mis texnologiyasını istifadə edən bir baryer qurmağa. Oradan başlayır və fikir verin, ilk dəfə 1897-ci ildə, yəni ki, bunlar 1895-dən, 1895-dən başlayır, 1897-yə qədər. 1897-ci ildə ilk dəfə, yəni Britaniya hökuməti tərəfindən uğurlu bir şəkildə bu həmən dəmir və misdən istifadə olunan texnologiya ilə məlumatın yayılması, yəni həmən ildə 1897-ci ildə biz də baxırıq Qurani-Kərimdə məhz həmən vaxtı Zülqərneyn əleyhissalam deyir ki, onlar onu aşa bilməzlər. Növbəti ayədə də deyir ki, bu səhv Allahın izni ilə müvəqqətidir və bir zaman deməli ki, aşılacaq bir hala gələcək. Və burada bu həmən o texnoloji bariyer, biz rəqəmlərin işığında biz buna baxırıq ki, bəli, 18-ci surə 95-ci ayədən başlayır. Yəni ki, həqiqətən də bu gedən proseslər, yəni həmən o texnologiyanın, bu katuşkanın, yəni ki, elektromaqnit sarğısının kəşfindən üzü bu yana onun tətbiqi və elektromaqnit dalğasının yaradılması Makroni tərəfindən 1895-ci ildən 97-ci illər arası təcrübələr əsasında aparılıb və beləliklə də biz bunu rəqəmlər şəklində görürük. Bundan əlavə biz eyni zamanda öyrəndik ki, Yəcuc və Məcucun ortaya çıxardığı yeni dünya düzəni deməli ki, zionizm üçün, yəni zionizmin yolunu açdı. Biz keçən dəfəki söhbətlərimizdə izah elədik ki, ilk dəfə, yəni zionizmin deməli ki, toplantısı 1898-ci ildə, həmən ildə də Fironun cəsədi deməli dənizdən çıxarılıb və eyni zamanda 1898-ci ildə Theodor Herzl bu başçılıq edib dünya zionist hərəkatına və gəlin baxaq ki, bu Yəcuc və Məcuc zionizmə necə töhfə verib? Yəni, fikir verirsinizmi? Əvvəlcə bir dünya düzəni yaradılır və şərq və qərb ideologiyasının mütəşəkkil bir formada idarə etdiyi yeni dünya düzəni. Bunun adını United Nations qoyurlar, Birləşmiş Millətlər Təşkilatı və burada 5 daimi üzv seçilir. Təkrarən mən bunun üstünə gedirəm ki, bu çox önəmlidir. Və bu dünya düzəni bir platform olaraq nəyə yol açır? Bənu İsrailin Fələstin torpaqlarına deməli ki, gətizdirilib orada dövlət qurmasına, yəni şərait yaratdılar. Quran da bunu deyir ki, Hətta izə futihət Yəcuc və Məcuc min kulli hədəbin yənsilun. Yəni onlar qayıdacaqlar o zaman ki, Yəcuc və Məcuc bütün hədəbləri ələ keçirdib, oradan nəsilləndiyi zaman. Və görürük ki, orada bir dövlət quruldu. Və bu dövlət çox aqressiya ilə oradakı yerli əhalini sıxışdıraraq, əzərək, qovaraq, sərhədlərini sürətli bir şəkildə genişləndirdi. Və çox qəribə bir şəkildə bu çox qısa bir zamanda bu dövlət həm finans olaraqdan, maliyyə olaraqdan, həm hərbi olaraqdan, həm istehsalçı olaraqdan, həm buradakı elmi potensial institutların açılması, həm təbabət nöqteyi nəzərdən bütün sahələrdə çox heyrətamiz bir inkişafa, bir progresə meyilləndi. Və buradan artıq biz araşdırmamıza başlayırıq ki, zionizm nədir? Biz bilirik ki, yəni 1898-ci ildən bunlar artıq aşkar bir şəkildə Dünya Zionist Təşkilatı olaraq ortaya çıxdılar və hədəf qoydular nəyi? Müqəddəs torpaqlara qayıtmağı və orada dövlət qurmağı. Və hədəflərinə də deməli ki, BMT təsis olunandan sonra çatdılar
Və növbəti hədəfləri nədir bunların? Və ümumiyyətlə bunlar kimdir? Zionist kimdir? Zionist sözünün mənası Zion kəlməsindən əmələ gəlib. Bu xilaskar deməkdir, məsihçilər deməkdir. Məsihçilər, yəni xilaskarçılar. Bunlar Bənu İsrailin, belə deyək, Yəhudi və Nəsara cəmaatlarından bir qisminin digər bir qismi ilə bir alyans təşkil eləyib, ortaya bir ortaq inanc qoymaqları və xilaskarın gələcəyinə və o xilaskarın Süleyman əleyhissalamın dövründəki qızıl dövrə, deməli ki, Bənu İsraili qaytaracağına inancdan doğan bir ideoloji inanc formasıdır. Bunlar nəyə inanırlar? Bunlar inanırlar ki, bir xilaskar gələcək və o xilaskar Bənu İsraili deməli ki, qızıl dövrə qaytaracaq. Və bunun üçün nə etmək lazımdır? Onların inanclarına görə bunun üçün bütün Yahudiləri toplamaq lazımdır müqəddəs torpaqlara. Qüds olmalıdır paytaxt. Qüds paytaxt olandan sonra deməli ki, Nildən Firata qədər ərazilər bütün həmən bu dövlətə məxsus olmalıdır, Süleyman Peyğəmbərin dövründəki kimi. Və bu dövlət olmalıdır dünyanın super dövləti, super gücü və bütün dünya əhalisi qul olmalıdır bu dövlətə. Fikir verin. Bunlar üstün, idarə edici bir tayfa olmalıdır və bütün dünya əhalisi bunlar üçün qul olmalıdır. Bu hədəflərə çatmaq üçün də həmən o Zionun, yəni ki, biz buna, yəni ki, Məsihud Dəccal deyirik, yalancı Məsih. Dəccal kəlməsi ümumiyyətlə, biz artıq gəlirik yeni bir mövzuya, Dəccal mövzusuna. Biz növbəti videolarda Dəccal mövzusunda ciddi bir şəkildə dayanacaq. Çünki bu geniş bir mövzudur və buna aydınlıq gətirəcəyik. Məsihud Dəccal kimdir? Zionist inancında Məsihud Dəccal kim olaraq qəbul olunub? Onlar onu xilaskar olaraq qəbul edirlər. Amma Allahu Teala söz verdiyi kimi onlara bir xilaskar, yəni Məsihi göndərmişdi. Onlar nə etdilər? Məsihi istehza elədilər. Həqiqi Nəbi İsa əleyhissalamı onlara xilaskar olaraq göndərmişdi. Amma onlar onu qətlə yetirməkdə israr etdilər. Və onlar Quran-ı Kərimdə də onların o sarkazmı var orada ki, biz deməli ki, Allahın Peyğəmbərini öldürdük. Yəni, xaçın üzərində. 600 il bu sirr olaraq qalmışdı. Bunlar inanırdılar ki, onlar Nəbi İsa əleyhissalamı öldürdülər. Amma 600 ildən sonra Quran-ı Kərim bizə bu sirri açır və orada deyir ki, وَمَا قَتَلُوهُ nə onu öldürdülər, وَمَا سَلَبُوهُ nə onu xaça çəkdilər. وَلَكِنْ شُبِّهَ لَهُمْ Lakin onların gözlərinə elə görsədildi. Yəni, onlar elə zənn elədilər ki, İsa əleyhissalamı onlar çarmıxa çəkib öldürdülər və oradakı sarkazmı biz Bənu İsrailin bir qismi orada ağlayır, bir qismi isə sarkazmla deyir ki, baxın biz öldürdük. Əgər bu ölübsə, deməli ki, bu Məsih ola bilməz. Çünki Məsih gəlib bizi nə etməli idi? Dünyanın super gücü eləməli idi. Dünya ağasına çevirməli idi. Yəni, qızıl dövrə qaytarmalı idi. Əgər bu ölübsə, deməli Məsih deyil. O zaman Məsih hələ gələcək. Və o Məsihin gəlməsi üçün də nə etmək lazımdır? Yəni, onların inancında. İlk olaraq, deməli ki, Bənu İsrailin müqəddəs torpaqlara qayıtması, həmən dövlətin Nildən Firata qədər olan ərazini tutması. Üçüncü hədəf, bu dövlətin dünya finans mərkəzinə çevrilməsi, yəni bütün maliyyənin bu dövlətin üzərində cəmlənməsi. Dördüncü hədəf, hərbi güc olaraqdan bu dövlət ən öndə gedən dövlət olması. Beşinci hədəf isə ya bu dövlət, məsələn, Çin və Amerika kimi böyük bir dövlətə çevrilməlidir. Yaxud da ki, Çin və Amerika
eyni zamanda Rusiya, bu hegemon dövlətlər nə olmalıdır? Kiçilməlidir. Və kiçilməyi üçün də nə etmək lazımdır? Böyük bir müharibənin başlatmaq lazımdır. Böyük bir müharibə nədir? Biz buna hədislərimizdə Məlhəmətul Kübra deyirlər. Böyük bir müharibə. Hansı ki, burada iştirakçıların 100-dən 99-unun deməli ki, məhv olacağı bir müharibədir. Bu mövzuda növbəti irəlidəki videolarımızı, mövzu çox genişdir. Mən sizi yormaq istəmirəm. Artıq 40 dəqiqəyə yaxınlaşır ki, burada deməli ki, danışıram və diqqətiniz yayınmasın deyə inşallah növbəti həftədə sizinlə bu mövzularda daha ətraflı deməli ki, bu mövzunu müzakirə aparacağıq. Əsas odur ki, biz Yəcuc və Məcucu tanıdıq. Əsas odur ki, bunların hədəflərini biz gördük. Bunlar hansı platformanı yaratdılar və bu platformanın üstündə dünyaya hansı uşağı getirdilər və bu deməli ki, İsrail dövlətinin yaranması nəyə xidmət eləyir və onlar kimi gözləyirlər? Onlar deməli ki, gözlədikləri kimdir? Zionizm, yəni ki, xilaskarçılar, bunlar Dəccalın gəlməyini gözləyirlər və Dəccalın gəlməsi üçün də platform hazırlayırlar, hazırlıqlar görürlər. Və saydığım bu 5 istiqamət bunların əsas hədəfləridir və bunlar əsas hədəflərinə nail olublar bir şəkildə. Və irəlidə çox deməli ki, dünyanı çox maraqlı və dəhşətli hadisələr gözləyir. Artıq güc deməli ki, paytaxt olmaq üçün, yəni hegemon dövlətlər, yəni bu Yəcuc və Məcuc qüdsü dünyaya İsrailin paytaxtı olaraq təqdim eləmək üçün biz onların fəaliyyətini görürük aşkar bir şəkildə və bu fəaliyyət hansı istiqamətədir və növbəti inşallah videolarımızda mövzu Dəccal mövzusudur, Məsihud Dəccal. Məsihud Dəccal kimdir? Bu bizim folklorumuza hansı formada keçib? Məsəl üçün bizim dilimizə də bu ki, Dəccal uşaq deyirlər. Məsələn, fəsad törədən yalançı Dəccal, yalançı deməkdir, yalançı Məsih, Məsihud Dəccal. Eyni zamanda məsələn biz irəlidə görəcəyik ki, bizim yəni bu Dəccal kimdir? Dəccalın gəlişi ilə hansı proseslər baş verəcək və Dəccal ümumiyyətlə hansı hədəfləri, hansı agendanı güdəcək və Dəccalın qarşısına kimlər çıxacaq? Bizim bu nağıllarımıza, folklorumuza da keçib. Məsələn, hədislərdə deyir, Dəccal danışanda bütün dünya onun səsini eşidəcək. Dəccal tək gözlü olacaq. Bizim nağıllarımızda div, təpəgöz div obrazı olaraq. Çünki insanlar o vaxt fikirləşirdilər ki, o danışanda bütün dünya səsini eşidəcəksə, o gör neçə metr boyunda bir nəhəng bir div olmalıdır ki, o danışanda bütün dünya səsini eşitsin. O vaxt internet və yaxud da ki, radio haqqında anlayışlar yox idi. O nöqteyi nəzərdən də bizim nağıllarımıza, yəni ki, biz nəsillərdən nəsilə, öz evladlarına bu axır zamanda baş verəcək hadisələri şuuraltı anlatmaq üçün ki, həmən dövr gəlib çatanda insanlar buna hazır olsun. Bizim nağıllarımızda o təpəgöz, deməli ki, obrazı canlanır ki, yekəpər bir div, alnında bir gözü var və onu da kim öldürür? Məlik Muhammed. Məlik Məhəmməd nağılı, məsəl üçün, bu çox maraqlı bir, əslində biz buna nağıl kimi baxmışıq, amma bunun çox ciddi bir, deməli ki, eskatoloji bir həqiqəti vardır. Beləliklə də sizinlə sağollaşıram bugünlük. İnşallah gələn dəfəki, gələn həftənin videolarında Məsihud Dəccal, yəni Dəccal olaraqdan biz buna günün bugünkü reallıqları və həqiqəti əsnasında Quran işığında izah verməyə çalışacağıq. Əgər sizi yordumsa sizdən üzr istəyirəm. ربنا تقبل منا إنك أنت العليم الحكيم وتب علينا يا مولانا إنك أنت التواب الرحيم برحمتك يا أرحم الراحمين والسلام عليكم ورحمة الله وبركاته.